Hər kəsə salam. Bugünkü vloquma xoş gəlmisiniz. Bugün birlikdə həm evi yığışdıracağıq, həm dadlı yemək hazırlayacağam. Həm də sizə istifadə etdiyim kosmetikalar göstərəcəyəm. Bacımın daha doğrusu istifadə etdiyi kosmetikalar göstərəcəm. Günüm necə keçirsə onu sizinlə bölüşürəm. Ümid edirəm videonu bəyənəcəksiniz. Onda başlayaq. Deməli ilk olaraq yemək bişirirəm burada. Uşaqların da ən sevdiyi yeməkdir bu yemək. Bəli, əti qovururam. İçinə pomidor, biber, onda ləzzətli olur yemək. Duzunu da tökdük. Biraz qarışdırırıq, biraz tez oldu. İndi isə burada artıq çoban salata düzəldirəm. Nəysə, doğrayırıq. Ay Allah, ürəyim çəkildi. Qızlar, bu arada səhifəmə abunə olmusunuz. Olmusunuzsa şərhlərdə hə yazın, yox yazın. Baxın ki, burada yeyəndə yadıma düşür ki, çəkmək lazımdır. Sonra bacımın makyaj çantasında nələr var vlog çəkmişəm. Bunu istəsiz ayrı da ata bilərəm. Prosta ki, 3 uşaqla vlog çəkmək çox çətin bir şeydir. Amma yenə çalışdığım qədər istəyirəm ki, sizə göstərəm. Nəsə, elə olur ki, yatıb qalıram. Məsələn, bu günlərim durub günlük vlog çəkəcəkdim, yatıb qalmışam. Uşaq gecə yatmayıb. Mən də yatıb qalmışam. Bəli, burada karandaşlar göstərirəm. Option, bacımın ancaq karandaşları var. Ən çox makyajlarından, belə deyək də, karandaşları var. Dodaq karandaşları. Ay Allah. Hə, harda qalmışdıq? Bu gözaltı konsiler çox gözəldir. Belə səsləndirmə olur ilahi. Nəysə. Uji 3-4 dəfə silib təzədən səsləndirmə eləyirəm. Uji bezdim səsləndirmədən və davam eləyirəm. Çünki sillə səsləndirmə eləyirəm. Uşaqlar qışqırır, nə eləyir bilmirəm. Nəysə. Axıram, hə. Ancaq dodaq karandaşdır. Gərək bu yeri mən hızlandırardım, sürətləndirərdim. Qızlar, görəsən belə səsləndirmə eləyim, yoxsa adı elə belə telefonda, vlogda belə necə deyim şey eləyəni, danışdığımı qoyum. Göstərik, qutarmaq bilmir. Hə qızlar, belə ki, çox xahiş eləyirəm bu videoya baxan insanlardan. Axıracan nə olar izləyin, çevirmədən. Elə bir ki, baxırsınız, başlığından baxıb çıxanda videoya. YouTube bunu heç kimə önərmir də. Yəni, bu pis video adında hallanır, qalır. Artıq dərəcədə hər birinizdən xahiş edirəm. Yalandan bəyənib, şərh yazıb çıxmayın. Mümkünsə, harasa qoyun, əgər belə izləmək istəmirsə. Çox xahiş edirəm bir daha. Harasa qoyun. Öz başına elə video 6 dəqiqə geçsin. Ondan sonra çıxarsınız. Çünki mən də əziyyət çəkirəm. Bəlkə insan var ki, maraqlı gəlmir videolarım. Onda promoyuna blok atın. Yəni, incimərəm heç bir özdən. Amma belə əziyyət çəkirəm, yəni yükləyirəm. İstəyərəm ki, burada da axır ki, şükür. Burada kartof pişirmişdim. Bu 1-2 günün vlogudur. Yəni, bir günün vlogu deyil. Səhər-səhərdir yenə deyirəm. Başqa vlog çəkəcəkdim. Gördüm ki, yatıb qalmışam. Dedim, bundan sonra haçan olacaq o vlog. Onun üçündəki belə elədim. Dedim, qoy bölüb-bölüb hər yandan olmuş vloglar var idi. Oradan götürün. Belə 6 dəqiqəlik vlog düzəldim. Hə, burada qarpız var. Hə. Belə, sonra evi yığışdırırıq burada. Burada qabları yuyuram. Uşağı da bura qoymuşam, çünki dayanmır uşaq.
Axırda orada göstərən qabların yarısı sınır. Sağ olsun balacam. Burada da paltar yuvanı qoşmuşam. Paltarı yuyuram. Sonra yoldaşıma nəhayət çay verə bilirəm. Sizə mən nə bişirirəm? Bu niyə təzədən gəldi? Sonra təzədən yemək bişirirəm. Yəqin ki, bu bilmirəm. Özümlə təkərə düşdüm. Səsləndirmək çox belə qəribə bir şeydir videonun. 5 dəqiqə danışıram. Burada göstərirəm. Nədir o? Ətdə nədir? Ətin kəfin yığıram. Yenə düyü. Aman Allahım. Ancaq bundan bişirirəm mən. Həftə 8, mən 9 qovurmalı düyü.